Səncaq onlayn kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Müğənni Afət Fərmanqızı canlı yayım zamanı yeni ev almaq məcburiyyətində olduğunu bildirib. O, fikirlərini izləyiciləri ilə bölüşüb. Həmin görüntüləri təqdim edirik. İndi gəlirik planlarımıza. Təbriklərinizi gözləyirəm. Bugün bizim verilişimizin 2 il tamam olur Afətlə üzünə. Mən bu yola çıxanda heç bilməzdim ki, bu boyda fanat ordusu yığarım. Deməli, dostlar, bir nüansı nəzərinizə çatdırım. Mənim bir numaralı fanatım var, adını deməyəcəm. Çox tanınmış bir insandır. O mənə bir tanınmış rəssamdır. Yağlı boya ilə kətan üzərində bunu mən çəkdirəcəm bu şəkili. Baxırsınız, bir dəqiqə. Yox, bu mahnı ilə istəmirəm, bir dəqiqə. Onlar oyunlarını oynasınlar, numaralarını yapsınlar. Biz daha oyuna girmedik. Onlar oyunlarını oynasınlar, numaralarını yapsınlar. Bu şəkili mən yaxında yağlı boya ilə kətan üzərində evimin bax belə. Bu şəkil bura sığmasa təzə ev alacağım. Orada qoyu şəkilə xatir ev alacağım, bəli. Hə, çox sağ olun. Hədiyyə zad atmayın. Gedin onlar atın. Xahiş edirəm. Pulla danışanlar var. Gedin onlar atın. Çox sağ olun. Və bu şəkili məcburam ki, şəkilə görə bir ev alam. O evdə burada evin hündürlüyü 285 dolar. 4 metrlik tavan olmalıdır ki, yəni bu şəkil ora sığsın. Ondan sonra bizim yeni verilişimizdə dekorumuz bu olacaq. Bir də baxaq. Bir də baxaq yeni qoşulanlar üçün düşünürəm ki 480 minik. Onlar oyunlarını oynasınlar, numaralarını yapsınlar. Biz daha oyuna girmedik. Hə, bu şəkil mənə bir fanatım tərəfindən gəldi. Xalq sevgisidir. Qarşısına almaq olmur təbii ki, bəli. Ətrin adı, bir haşiyə çıxıram, üzr istəyirəm. Memo Madura. Əşi, bu elə belə şeydir. Bunu elə biz ev zadı plesoslayanda istifadə edirik. Hə, deməli, adım da, yeni adım verilişdə Afət Ələmdar. Odda yanmaz, suda batmaz. Yeni şirkət açmışıq, pulumuz da var, adamımız da, şirkətin adıdır. Yəni, mənimlə yaxından uzaqdan əlaqəsi yoxdur, şirkətin adıdır. Dostlar, gəlirəm indi əsas məsələyə. Hələ təzə başlamışıq, görürəm oradan kimlərsə dözüm yoxdur. Üzr istəyirəm, yeni mahnı çıxıb dalan hər kəs. Və nə oldu? Nə oldu? Görürsünüz, mən heç vaxt buradan kimsə söyməmişəm. Heç vaxt, görün, mənim ağzımdan kiməsə. Mən dəyərli bizim xalq artistimiz Şeyx Əbdül buradan salamlayıram. Onun bir gözəl məqaləsi rastıma çıxdı. Burasını yayımlamasız, sərf eləmirək. O kişi dedi ki, girin baxın, Google-da yazın. Nigahdan kənar doğulan uşaqlar zina adlanır. Bunu Şeyx Əbdül deyib, mən onun sözü. Mən müəllif hüququna girə bilmərəm. Mənim öz fikrim olsa fəxrlə deyərəm ki, bir şey icad elədim də. Bunu qanun da deyir, qanundakını da Şeyx Əbdül deyir. Mən də nə yaxşı bir fikir olursa götürürəm. Buradan səsləndirirəm. Sonra, indi bunu mən deyən kimi biz doğanları üstümə qaldırırsınız. Belə olmaz axı. Kim üstümə qalxırsa, znasit söz sirkəliyib də, mənə niyə təsir eləmir?